Ən təhlükəli insanlar narsistlər deyillər. Psixopatlar, sosiopatlar, antisosiallar yaxud da əsəbi insanlar heç deyillər. Ən təhlükəli insanlar anormal dərəcədə səssiz olan insanlardır. Zehnimiz bir əzabla mübarizə apara bilməyəndə müxtəlif müdafiə mexanizmləri yaradır və bu müdafiə mexanizmlərindən biri də səssizdir. Səssiz insanlar sizə incidiklərini deməzlər ya da siz onları incidəndə sizə qarşı etiraz eləməzlər. Amma səssizlikləri ilə onların yavaş-yavaş həyatınızdan süzüldüyünü müşahidə edərsiniz. Əgər bu insanlar sizin itirmək istəmədiyiniz insanlardırsa, onlar bir növ səssizlikləri ilə və sizdən uzaqlaşmaları ilə sizi cəzalandırmış olarlar. Amma insanın hisslərinin ölməsi, insanlar yaşamalı olduqları hisslərə çox sakit və səssiz bir reaksiya bəsləyəndə vicdan da ölür. Və bu insanlar empatiya qabiliyyətləri güclü insanlar da olduqları üçün sizi lazım olanda hardan vura biləcəklərini də çox yaxşı bilirlər. Ona görə də səssiz insanlardan qorxun.